Gürcüstan prezidenti Mixail Kavelaşvili bildirib ki, Gürcüstan hökuməti heç vaxt Avropa İttifaqına üzvlükdən imtina etməyib. Onun sözlərinə görə, Avropa İttifaqının bayraqları illərdir Gürcü arzusunun bütün böyük tədbirlərində nümayiş etdirilib. Kavelaşvili qeyd edib ki, əhalinin həm Avropa İttifaqına üzvlüyü, həm də hakim partiyanı dəstəkləməsi bu siyasətin xalq tərəfindən qəbul edildiyini göstərir. Prezident Gürcüstanın 2030-cu ilədək Avropa İttifaqına üzv olmağa hazır olacağını, lakin Brüsselin mövqeyinin qeyri-müəyyən qaldığını vurğulayıb. Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Gürcüstanla siyasi dialoqun bərpası üçün ilkin şərtlər görmür. Səbəb kimi Tbilisinin Abxaziya və Cənubi Osetiyanın tanınmasından imtina tələbi göstərilib. Moskva bu tələbi qeyri-real və Gürcüstan üçün zərərli adlandırıb. Bununla yanaşı, Rusiya münasibətlərin normallaşması üçün addımlar atmağa hazır olduğunu bildirir və topun Gürcüstan tərəfində olduğunu qeyd edir. Gürcüstan Milli Bankının 3 dekabr üçün müəyyən etdiyi rəsmi məzənnəyə əsasən $1 2 lari 70 tetri, 1 avro isə 3 lari 13 tetri təşkil edir.